Və növbəti nominasiyaya keçək. İlin brendi süd məhsulları. Mükafat bu nominasiya üzrə əziz qonaqlar PAL Südə təqdim olunur. Balmali Şirkətlər Qrupunun Lənkəranda inşa etdirdiyi süd emalı zavodu 2008-ci ildən PAL Süd ticarət nişanı altında süd məhsullarının istehsalına başlayıb. Dünyanın ən müasir avadanlıqları ilə təchiz olunan zavod gündə 150 min litr süd emal etmək imkanına malikdir. PAL Südün istehsal etdiyi məhsulların yüksək keyfiyyətinə hətta beynəlxalq ISO 22000 sertifikatı zəmanət verir. 16 aylıq fəaliyyət nəticəsində satış həcmini 3 qat artıran şirkət yerli bazarda qazandığı uğuru daha da genişləndirmək niyyətindədir. Bugünə qədər bazara 55 hafta məhsul çıxaran PAL Süd yalnız 2009-cu il ərzində məhsulların çeşidinə meyvəli yoğurt, kəsmik, ətirli süd, nanəli ayran və bir çox digər məhsulları əlavə edib. Azərbaycanın süd məhsulları bazarında liderliyi ələ aldıqdan sonra şirkətimizin gələcək planı xarici ölkə bazarındakı mövqeyini möhkəmləndirilməsidir. Hal-hazırda PAL Süd məhsulları Rusiya və Gürcüstan bazarlarına uğurla ixrac olunur. İstehlakçıları təbii, dadlı və keyfiyyətli süd məhsulları ilə təmin edən şirkət qarşısına qoyduğu məqsədlərə çatacağına əmindir. Mükafatı qəbul etmək üçün səhnəyə şirkətin direktoru cənab Paşa Paşayeva dəvət edilir. Axşamınız xeyir olsun. Salamlayıram hər birinizi. İlk öncə bu mükafata görə və bu gözəl tədbirə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bizim istehsalat kompleksində çalışan hər bir kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Eyni zamanda satış və distribusiyada çalışan bütün işçilərə təşəkkürümü bildirirəm. Ümumiyyətlə Balmali Şirkətlər Qrupunda çalışan hər bir kəsə. Sizə də üzümüzə gələn 2010-cu ildə uğurlar arzulayıram. Üzümüzə gələn bayramlarınız da mübarək. Təşəkkür edirəm.